Deməli dostlar, gəlmişik Mingəçevir şəhidlər xiyabanına. Mingəçevirimizin qəhrəman, igid şəhidlərini sizə tanıdaq, tanımayanlar da tanısın. Bura 1-ci Vətən müharibəsində şəhid olan şəhid qardaşlarımızın məzarlarıdır. Bu hissədə isə itkin düşən şəhid qardaşlarımızın adları qeyd olunur. Sentyabrın 19-u 2023-cü ildə şəhid olan baş leytenant Abbasov Ruslan Əbülfədoğlu. Şəhid Canbaxşov Xəyal Xeyruloğlu. Şəhid Əliyev Cavid Ceyhunoğlu. Və ən gənc şəhidimiz 2003-cü il təvəllüdlü Səfərov Gökhan İlqaroğlu. Qeyd edim ki, sabah şəhidimizin il mərasimi başlayacaq. Şəhid Tağzadə Cahangir Qurbanoğlu. ...2022-ci il 13-14 sentyabr döyüşləri zamanı şəhid olan Rzayev Tərlan, 2021-ci il 16 noyabr döyüşləri zamanı şəhid olan Elmin Azadı və buradan o tərəfə 2-ci Vətən müharibəsi zamanı şəhid olan şəhid qardaşlarımızın məzarlarıdır. Sol tərəfdə isə 1-ci Vətən müharibəsi zamanı şəhid olan şəhid qardaşlarımızın məzarlarıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Aldığımız nəfəsi, atdığımız hər bir addımı bax bu şəhid qardaşlarımıza borcluyuq. Bizim bəzilərimiz yatan ailələrimizin yanında olan da bax bu şəhid qardaşlar bizim qeyrətimizi, namusumuzu qoruyub və ona görə də canlarından keçiblər.